salam, kanalıma xoş gəlmisiniz. Bugün məzuniyyətimin ilk günüdür. Bugün bir yerdə keçirmək istəyirəm. İndi özümə çox qəşəng bir səhər hazırlayacağam. Sonra Artema gedəcəyik, sumkanı bir yerdə hazırlayacağıq. Həmçinin evdə də bir-iki dənə işlərim var. Onları da bir yerdə görəcəyik. Biraz evi yığışdırmaq, əşyaları yerbəyer eləmək. Konuda bəzi biraz işlərim var. Onları da bir yerdə görəcəyik. Bu mənim ən favori səhər yeməyimdir. Əgər evdəyəmsə, çay tələsmirəmsə, mütləq bu səhər yeməyini özümə hazırlayıram və mütləq mak kofe ilə. Başqa kofe onun dadını mənim üçün əvəz eləmir. Heç kofe shopda alınan kofelər belə bu dadı mənim üçün əvəzlənmir. Mütləq lavaş çörək, arasına yantarik və mak kofe. Əlbəttə ki, 7 numara ilə birlikdə. Ben dönmüyorum ki sana. Dırnaqlarımı sərgiyə salıb lak vuracağım. Bu mənim laklar olan qutumdur. Mən lakların ağzını bununla bağlayıram, qozacənlə. Çox bərk sıxıram və bu çox bərk sıxır. Buna görə də laklarım təxminən 3 il, 4 ilə qədər dayanırlar da. Açanda da məcbur bunu istifadə edirəm. Açanda indi bunu istifadə edəcəm. Bunu Rossmanndan almışdım. Dırnaq ətlərini yumşaltmaq üçündür. Əvvəlcə bunu vuracağım. Sonra göstərim sizə. Dırnaq ətlərini kənarlaşdırmaq üçün mən bunu istifadə edirəm. Bu mənim uşaqlıq qayçımdır. Sonra da bununla kəsəcəm dırnaq ətlərini.
İndi çantamı yığmağa hazırlaşıyorum. Biraz kosmetik vasitələr götürəcəm özümdən. Sonra geyim əşyaları götürəcəm. Özümə nə götürəcəm? Hamısını yığacam bura. Buna. Deməli, gözaltı. Bunu çox bəyənirəm. Bronzer. Bu rumyana, ikili rumyanadır. Bu markanın hər şeyini çox bəyənirəm. Sonra pudra, illərdir bunu istifadə edirəm. Nəmləndirici krem. Bu da qəşəngdir. Bu da götürə bilərəm bunu. Bu da çox qəşəngdir. Bu da qəşəngdir. Bu Faberlic-indir. Çox bəyənirəm. Çox qəşəng nəmləndirir. Bu su bazlıdır. DM-dən almışdım. Belgraddan. Bunu da çox bəyənirəm. Bunu götürək. Bu highlighter dəstini. Sonra bu göz altını da. Anam toya gələcəm, onu bəzəyəcəm. Biraz ona görə daha çox götürürəm. Bu Ten, Max Factor'ın Ten paleti. Sonra dodaq qələmi. Bu dodaq qələmi də götürürəm. Bu dodaq boyası. Bu da Faberlic-in də çox sevirəm. Bu dodaq boyası Golden Rose'un da çox qəşəng parıldayır. Fit Me-nin tonal krem. Məncə bu anama açıq qalacaq, amma götürürəm. Qarışdırarıq. Golden Rose'un bu rumyanası. Sonra nəyə ehtiyac var məncə? Fırçalardan bu rumyana fırçası. Orada bunları yuyacağım. Bu tonal krem fırçasıdır. Sonra bunu da götürək. Bunu da götürək. Highlighter fırçası. Krem fırçası. Göz qələmini də götürək. Göz altı nəmləndirici. Bu da Faberlic-dəndir. Çox super nəmləndirir. Qaş qələmi. Məncə kifayət tat. Bunlar, bir də bu glossu götürək. Bu da qəşəngdir. Maybelline əladır. Bu qədər bəsdir məncə. Bir də sponge. Əlavə edəcəm. Bu da Faberlic-dəndir. Glossdur. Oy. Bu da çox bəyənirəm. Sadəcə tək yanı odur ki, biraz yapışdırır. Saç yapışır eləyir. Çantanı dəyişdim. O balaca gəldi. İndi buna yığacam hamısını. Bunlar da yəqin yerləşməyəcək bura. Ancaq bu məhsulları əlavə edək. Biraz da içərisini qoyaq. Bu bura yerləşir. Bunu bilirəm. Bunu bura salmağa çalışaq. Bunu da yerləşdirək. Yerləşməsə bir dənə krem yerləşməyəcək. Kremlə pudranı da çantaya qoyaram. Bu hazır. Özümlə deməli aparıram. Bir dənə body götürəcəm. Niyə almışam? Kəmər, bir də kətan şort. Bunları kombinləməyə harasa getsəm. Futbolka, cins şortik. Bugün hava soyuq deyil, yenə də şalvar geyinəcəm. Bir də belə bir futbolka. Geyim bəsdir bu qədər, ev paltaları orada var. Kitab olaraq kitabı hələ də oxumağa davam edirəm. Təəssüf ki, heç bir hərəkətliliyi yoxdur deyə kitabda, çox ağır gedir. Bu məzuniyyətdə bunu bitirməyi düşünürəm. Bir də özümə yeni İngilis dili kitabı almışam. İngilis dilini inkişaf elətdirmək üçün. Çalışacağım bunu oxuyanda bərkdən oxuyum. Ki, bərkdən oxuyanda həm insan özü eşidir, həm də daha yaxşı olur. Bilmədiyim sözlərdə tərcümə edəcəm. Bu dəftər. Yeni planlar qurmaq üçün götürürəm. Digəri dolu. Və təbii ki, notebook. Bu siyirmədən nə götürəcəm? Bu nauşkini götürmək istəyirəm. Zayətkaya qoyacam indi. Buradan da bir dənə eynək seçsək, bunu götürəcəm. Bunlarda da eynəklər var, amma onları indi istəmirəm. Bunu götürəcəm.
Götürək. Bandananı bilmirəm götürüm yoxsa necə. Qalsın götürməyək. Ya da götürək. Bandananı da götürdük. Bunlar əşyalarım. İndi bunları bu çantaya yığacağam. Cibinə yerləşdirək. İndi bura görək paltarlar yerləşəcək. Getməmişim də özümə yemək hazırlayacağam, yeyəcəm, sonra gedəcəm, yolda acmayayım deyə. Bilmirəm sizə də belədir, yoxsa yox. Evdə olanda ümumiyyətlə iş bitmir elə bil. Onu edirəm, bu qalır, onu edirəm, bu qalır. Gəh ondanca qaçıram, gəh bundanca qaçıram. Bilmirəm ki, bu döngü nə vaxt bitəcək. Ancaq iş. Dayanmadan nəsə çıxır ortaya. Amma işdə olan vaxtlarım o qədər də belə olmur. İşdən gələrsəm, elə bil ki, ev sanki az kirlənir. İndi amma bilmirəm necə olur, necə baş verir bu hadisə. Bir paradoks kimi təkrarlanır durmadan. Ona deyirəm, otururam, nəsə olur, yenə gedər, nəsə edirəm. Otururam, nəsə olur, yenə nəsə edirəm. Durmur yəni bu. İndi biraz xəfif bir makyaj eləyəcəm. Krem biraz. Dodaqlarıma qapatıcı. Sponcu ıslatmışam. Biraz pudra keçəcəm ki, qatlar olmasın. İndi qaşlarımı darayacağım. Püskü də darayım. Bu rumyanla qarışdırıb vuracağım. Ay, hara getdim. Biraz göz qapaqlarıma da keçirəm bundan. Tuş falan vurmayacağım. Çünki mən qatarla gedəcəm. Qatarda çox vaxt yatıram. Ona görə yatıb duranda istərseniz əlimi gözümə falan dəyər edir. Yayılır, ona görə tuş vurmayacağım. Son olaraq Golden Rose'un 501 nömrə dodaq qələmini. Sizdə bu gloss çox qəşəng parıldadır. Çox az. Bu qədər bəs. Saçlarımı temizləyib gəlirəm. Hazırlandım. Əlli şalvar geyindim belə.